Əziz kitab sevərlər, bugün sizə Rod Chutkins'in Yaradıcı Düşünmə Sənəti kitabını təqdim edirəm. Əsər Michelangelo'dan Paulo Coelho'ya qədər böyük bir tarixi intervalı və fərqli sahələrdən olan uğurlu şəxsiyyətlərin həyat hekayələrinin məcbusu kimidir. Bir çoxumuzun bəzən özünə inam hissi itir və ümidsizliyə qapıla bilirik. Bu kitab sizə öyrədəcək ki, qatarınız gecikəndə, istədiyiniz şeyə çata bilməyəndə və gözləntiləriniz qarşılanmayanda belə həyatda öz yolunuzu tapmağa çalışmalısınız və tapmağı bacarmalısınız. Kitabın əsas çağırışı ondan ibarətdir ki, siz hər biriniz düşündüyünüzdən 90 dəfə daha yaradıcısınız. Kitabın digər şəxsi inkişaf nümunələrindən əsas fərqi ondan ibarətdir ki, bu kitab ən ağlasığmaz hədəflərə belə sadə üsulla və sadə yollarla çatmağa sizə kömək edəcək. Kitabı oxuduqdan sonra dərk edəcəksiniz ki, uğurlu olmağın əsas sirri məhz elə yaradıcı düşünmək və yaradıcı yanaşmaqdan ibarətdir. Özünü inkişaf etdirməyə çalışan hər bir şəxsə Rod Chutkins'in bu dəyərli kitabını oxumağı tövsiyə edirəm. Sağlıqla qalın, kitabla qalın.